Bura gələn insanın heç birini dəvət eləməyiblər. Sizin heç birinizə səhər saat 8-dən insanlar gəlirlər, gedirlər bura ziyarətə. Heç birinə dəvət verilməyib. Hamımızın qəlbimizdə, içimizdə, fitrətimizdə İmam Hüseyn əleyhissalam məhəbbəti kodlaşıb. Allah Teala o sevgini, o məhəbbəti sizin qəlbinizdə qoydu. Aşura günü İmam Hüseyn əleyhissalam Kərbalada tək qalanda deyir ki, mənə kömək edən bir nəfər yoxdur. Onda tək qalmışdı İmam Hüseyn əleyhissalam. Bugün Aşura günü səhnədə, meydanda, o döyüş meydanda tək qalır. Və deyir, qarşı tərəfdə də 70 minə yaxın qoşun var. O qoşun da hamı İmam Hüseyn əleyhissalamı tanıyır. Onların əksəriyyəti İmam Hüseyn əleyhissalama məktub yazmışdı ki, gəl bizim imamımız ol, rəhbərimiz ol. Hədisdə var, deyir, qəlbləri İmam Hüseyn əleyhissalamdan idi. Amma qılıncları İmam Hüseyn əleyhissalama qarşı idi. İmam Hüseyn əleyhissalam buyurur ki, bir nəfər yoxdur mənə kömək eləsin. İçinizdən bir nəfər yoxdur. O vaxtı cavab gəlmədi. O vaxtı cavab gəlmədi. Amma bugün milyonlarla insan, milyonlarla İmam Hüseyn əleyhissalam sevən insan onun nuruna, işığına yığışıb nə deyir? Ləbbeyk ya Hüseyn. Deyir ki, ya imam biz buradayıq. O vaxt gəlmədilər. Biz səni görməmişik ya imam. Biz səni görmədən sevmişik ya imam. Ya Peyğəmbər biz səni görmədən sevirik. Ya Fatimə, ya Əli biz sizi görmədən sevmişik. Kərbala hadisəsində ən ağırlı səhnə xanım Zeynəb salamlı. Xanımlar çox diqqətlə qulaq assınlar. Qardaşlarımız da qulaq assınlar. Xanım Zeynəbin müsibəti qədər böyük müsibət olmayıb. Mən bunları yazanda göz yaşlarımı saxlaya bilmirdim. Bir insan nə qədər böyük, dahi bir insan ola ki, bu qədər çətinliklərə, istirablara səbr edə bilər. Bacı üçün ən çətin şey qardaşı ilə ayrılığıdır. Xanım Zeynəb salamlı əleyhanın tarixdə yazıblar ki, çətin günləri çox olub, ağırlı günləri çox olub. Bilirsiniz, atası xanım Zeynəb salamlı əleyha dünyaya gələndə ona Zeynəb adı qoydu. Atanın gözəli, atanın zinəti. Yazılar çox gözəl, nurlu bir xanım idi. Xanım Zəhra salamlı əleyha oxşayırdı. Amma xanım Zeynəb salamlı əleyha birinci dəfə ayrılığı harada hiss elədi? Anası xanım Fatimə Zəhra salamlı əleyha şəhid olanda. Birinci zərbəni oradan aldı, birinci ağrısı oradan oldu. Sonra İmam Həsənə, İmam Hüseynə həm ana oldu, həm bacı oldu. Xanım Zeynəb salamullah əleyha ikinci zərbəni atası Mövlə Müttəqiyyən Əmir əl-Müminin Əli əleyhissalam Şufə məscidində qılınc zərbəsi alanda, şəhid olanda xanım Zeynəb ikinci zərbəni orada aldı. Sonra İmam Həsənə, İmam Hüseynə həm ana oldu, həm bacı oldu, həm ata oldu. Xanım Zeynəb salamullah əleyha üçüncü zərbəni qardaşı İmam Həsən Müştəbə əleyhissalam zəhərlənəndə, ona zəhər verildikdə, şəhid olanda onda aldı. Xanım Zeynəb salamullah əleyha növbəti zərbəsini Kərbalada aldı. Oğlanları şəhid oldu Kərbalada. Onları qurban verdi. Xanım Zeynəb salamullah əleyha daha bir zərbə hardan aldı? Qardaşı oğlanları İmam Həsən Müştəbə əleyhissalamın oğlu Qasım şəhid olanda aldı. Sonra İmam Hüseyn əleyhissalamın böyük oğlu Əli Əkbər şəhid olanda aldı. Sonra 6 aylıq körpə Əli Əsqər şəhid olanda xanım Zeynəb zərbə aldı. Bütün bunlara dözmək necə mümkün? Xanım Zeynəb bunlara necə dözür? Sual verirsən ki, Zeynəb sən bunlara necə dözdün?